Eşimle burada bir maraqlı söz dediniz. Dostluq və diqqət ayırmaq. İnsanlar xoşlayırlar ki, desinlər, mənim çoxlu dostlarım var. Hər dost vaxt və diqqət tələb edir. Bir tərəfdən də bir zaman çatışmazlığından şikayət edir ki, vaxt çatmadı. Və bir insanın həddindən artıq çox dostu varsa, o yalnız vaxtını onlara sərf eləməlidir. Dostluq, bu ayda ildə bir dəfə görüşməklə olmur. Ardıcıl görüşməlisən, ünsiyyətdə olmalısan, onun qayğılarından maraqlanmalısan, ona kömək eləməyə çalışmalısan. Ciddi adamların nə qədər dostu ola bilər? Sarı Aşıq deyirdi deyəsən, yoxsa Molla Cuma deyirdi ki, dost mehribanı ya bir olar, Ya iki. ya iki. İndi həqiqətən də, çünki hər dost zaman tələb edir, vaxt tələb edir, diqqət tələb edir. Səhərdən, tezdən durub çalışırsan, bunun üçün sən oxumalısan, idman eləməlisən, müəyyən verilişləri izləməlisən, öz üzərində işləməyə çalışmalısan. Evdən çıxdın o gün itdi. Maşın olan tıxaçlardadır, maşın olmayanda yolda taqətdən düşür. Aha. Deməli bir gündə sən hətta bir dostunla görüşdünsə o günün getdi. İndi böyük qazancındır ki, o dostun elə kitab kimi ola və onunla ünsiyyət səni qabağa apara. Ancaq çox olandı mən bilmirəm. Mən düzü deyirəm. Mənim çoxlu dostum var deyən adamlara mən biraz şübhə ilə yanaşıram. Abdal mənim, sizinlə tam razıyam. Dost anlayışı ümumiyyətlə çox müqəddəs anlayışdır və dost çox ola bilməz. Bu fiziki baxımdan və psixoloji baxımdan mümkün deyil. Yəni bir maksimum iki. O da baxır nə qədər çəkir. Burada söhbət bundan gedir ki, insan düşüncəsi özünə yaxın olan insanla bir müstəvidə oturub danışmağı və bölüşməyi onda mənəvi rahatlıq tapır. Bu dərd ortağı dillər, tanışlarımız olur. Amma digər indiki zamanda daha çox yaxınlıq maraqların üzərində. Və məclis Bəli, məclis həvəsindən görüşürlər çox vaxt. Maraqlar ayrıdır. Hər dəfə ki, məsələn, görüşəndə orada o marağı olur ki, görüşdüm, bunu bundan xahiş edəcəm və yaxud da görüşdüm, filan kəsi filan məsələ deyərəm, görüşdüm, filan mövzunu açaram, orada mənə dəstək olar. Hamının bu çoxluq adətən bunun üzərində qurulur. Tanışlarımızın əlbəttə sinif yoldaşlarımız olur, tələbə yoldaşlarımız olur. Burada bizi bir-birimizə bağlayan 15, 20, 25 il bundan qabaq olan xatirələrimizdir, uşaqlıq xatirələrimizdir. Ki, uşaq vaxtı, uşaqlar həmişə saf olur, saf olan qəlbdə maraq olmur, ancaq özü olur. Və bu zaman bir ehtiyac halına düşür. Əlbəttə, bu da 2 aydan bir, 3 aydan birdir. Amma hər anında götürək telefonu, mənim filan kəs mənim dostumdur, yığım. Bu artıq özünü qurban vermə mexanizmi. Yəni, mən özümü görmürəm, mən bu qədər dostdan fəxr edirəm. Yəni, sən özün bir şəxsiyyətsən, sən özün fəxr olunası adamsan. Deyilsənsə, stop elə, başda işdə üstündə. Çalış olasın. Əlbəttə. Yəni, nə qədər onların əhatəsində, kölgəsində, nə qədər demək olar ki, mən ondan birisi də məşhurdur, şəkillər çəkdirirlər, göstərirlər ki, bax, budur. Bunlar hamısı insanın natamlıq kompleksidir. Ki, bu da uşaqlıqdan gəlir, böyüyür və ayılmır. Bu baxımdan hər birimiz bir şəxsiyyətik, deyir, bir məsələ var daha çox, deyir, ona adam lazımdır, filan məsələ eləmək üçün. Deyirəm, adam sən, adam mən. Yəni, bizdən başqa kim lazımdır ki? Oturaq, inkişaf eləyək, artıraq. İndi şansımız gətirər, şans məsələsindən deyirəm, o da düşüncələrimizə bağlayıram. Ki, gərginliklə şans gəlmir çox. Qalib olan həmişə güclüdür. Güclü ol, qalib olacaqsın axır əvvəl. Əgər güclü görünmə, biz artıq güclü görünməyə çalışırıq. Güclülər amma sadə görünməyə çalışır. Çünki bilir ki, o güclüdür, ona ehtiyac yoxdur güclü görünməyə. Amma güclü olmaq arzusunda olub zəif insanlar həmişə çalışırlar güclü görünsünlər. Və düşüncələrində nədirsə, həmişə qarşına da güclü proseslər çıxır ki, əzilirlər. Bu baxımdan mən insanı özünə qayıdıram. Yəni biz
qabağımıza 5 illik, 10 illik hədəf qoyuruqsa, burada artıq öz komfortumuzu xərcləməliyik. Hansısa minvalla öz niyyətimizi ortaya qoymuşuq və niyyətin sonuna doğru getməliyik. Yox, gedə bilmiriksə, əziyyət çəkiriksə və düşüncədə olaraq negativ planlayırıqsa özümüzü ki, siz də bilirsiniz, mən də bilirəm ki, hər zaman maneələr olacaq. Uşaq uşaqdır, yeriyənə qədər 50 dəfə yıxılır. Hansı uşaq otur yerdə ki, mən yeriməyəcəm deyir. Axır əvvəl uşaq yeriyir. Hamımızda narahatıq ha, ki, yıxılar birdən, əlini atmaq istəyir. Amma uşaq inad edir və yeriyir. Sonra qaçır. Biz o uşaqdan dərs almırıq. Bir dəfə yox cavabı görəndə, bir dəfə qarşımıza maneə görən kimi özümüzü küsürük ki, alınmır məndə, imkan vermirlər. Budur, xeyr, elə deyil. Elə deyil. İnsan içindən yıxılır. İnsan düşüncəsindən yıxılır. Ona görə düşüncələrimizi günü bu gündə mən özüm öz düşüncələrimi sahmana salmağa çalışıram, yenə çalışıram. Çünki məndən başqa onu kimsə gəlib mənim düşüncələrimi müdaxilə biləcək. Və gördüyüm insanlar, qarşılaşdığım hadisələr, hamısı mənim beynimin məhsuludur. Nə qədər çətin də olsa, mən bu məsuliyyət dərk edirəm. Əgər harası gecikirəmsə, bu mənim öz gərginliyimdəndir. Əgər mən gözlədiyim adam həmin gün gəlmirsə, mən evdən çıxmamışdım, bir ehtimal eləmişdim, bəlkə o gəlmədi bugün. O da gəlmir. Ona görə hər şeyə inanaq, bir misal var. Ümumiyyətlə, Sekret kitabı var, mən bunu sizlərlə bölüşmüşəm bir dəfə. İlk düşündürən kitablardan biri o oldu məndə, onun filmləri də var, xeyli sayı çoxdur. İbtidai formada onu ilk dəfə oxuyanda mənə bir ayrılma baş verdi 2009-da. Oturmuşuq restoranda, biz çay istəyirik. Ofisantdır, biz çay gətir bizə. O bizə nə gətirəcək? Əlbəttə ki, çay gətirəcək. Biz aş gətirməyəcək, sox gətirməyəcək. Ona görə də istəyimizi kainata tam dolğun verməliyik. Nəsə gətir desə gətirər. Nəyin var gətirirsə gətirər. Amma konkret mən deyirəm, mənə çay gətir. Mən də kainata mesajımı konkret ötürməliyəm. Mən bunu istəyirəm. Bununla bağlı addım atıram. Kainatın cavabı olacaq. Amma istəyimi dəqiq deməliyəm. Ona da hazır olmalıyam. Deyib hazır olmuramsa, yenə gəlməyəcək. Çünki mən sifariş edib çıxıb getsəm, gətirməyəcəklər. İsrarla gözləyirəm, gecikir gözləyirəm. Kainat da budur. Həmin o kitabda o çox gözəl yadımdadır. Lampadan cinin çıxmağı, Ələddinə deməyə orada qeyd olunub. Sahibim, nə istəyirsən? Konkret. Orada Ələddin çaşbaş sözlər desə gəlmir. Konkret, mən bunu istəyirəm. O dalığa o gedir, o da qayıdır bizə. Yəni, hansı tezlikdə gedirsə, o tezlikdə bizə qayıdır. Sözsüz, mən bilirəm, heç nə, heç vaxt gec deyil. Mən bunu anlamışım 30 yaşdan sonra. Amma 30 yaşa qədər mənim bir bərkidiyim bünövrə var. O bünövrənin üzərində işləməliyəm. Çünki mənə arada bildir ki, boş şeydir bu. Ola bilməz. Filan kəs ömür boyu yaxşı işlər gördü. Nə oldu onun axırı? Filan kəs ömür boyu bu işi gördü. Gördün axırı heç nə oldu. Amma sonra ayılıram ki, bizim gördüyümüz müstəvidə hər şey həqiqət deyil. Bizim görmədiyimiz müstəvilər var. Biz bilmirik hansı formada yanaşır məsələlərə. Ona görə insan özünün qıfıldır, açarı da özündədir. Biz çox vaxt qıfıllanırıq, açarı başqasında axtarırıq. Ki, bir nəfər bizə kömək eləsin, yolumuz açılsın. Yol da bizi, iz də bizi. Bunun üçün də motivasiya, davamlı, disiplin, mütləq. Çünki motivasiya dalğadır, enir, qalxır. Həmişə motivasiya olmaya bilərik. Amma disiplin, davamlılıq, israrlılıq bu insanı hərəkətə gətirir. Çünki bunu hiss edirik. Adi idman zalına gelirik, bir ay məşq edirik, əzəllərimiz bizə canlanma verir. Baxırıq güzgüdən xoşumuza gəlir. Əla. Deməli, onda digər nəticələr də onu eləsək davamlı, nəticə mütləqdir. Yəni, bugün elə bir sahə yoxdur. Deyək ki, ona vaxtım yoxdur. 3 ay hər gün 1 saat nəyəsə vaxt ayırırsan, olmayacaq bir şey yoxdur. Bir videoya baxdım bu yaxınlarda. Fizika təsdiq edir ki, arı qanadlarına baxanda çox ağırdır, uçmamalıdır. Elm bunu belə təsdiq edir. Amma digər arı uçur. Ona görə yoxu eşidib, yoxa fokuslanmaq lazım deyil. Həyat sirdir, həyat möcüzədir. Günə başlayanda
əsas sual budur. Bir dəfə yoxlayın, cəhd eləyin. Məsələn, mən eləyirəm. Sual verirəm. Həyat, Allah, bu gün mənə hansı xoş sürpriz hazırlamısan? Gözləyirəm. Günə başladım. O gəlməlidir. Çünki Cavab gəlir yoxsa? cavab əlbəttə gəlir. Hələ qarşılaşdığım insandan gəlir. Bu maraqlı bir məsələ var. Siz həm də uşaq psixoloqusunuz. Əsas bu sahədə ixtisaslaşıbsınız. Mən məktəbdə 5 il təcrübəm olub. Məktəb psixoloqu kimi ilk iş yerim olub. Və işləyibsiniz, uşaqlarla Əlbəttə, işləyibsiniz. Bu uşaq tərbiyəsini barədə çox danışırlar. Və bəzən də insanlar xoşlayırlar deməyə. Mən belə tərbiyə görməmişəm. Mənə belə tərbiyə verməyiblər. Yaxud böyük deyir ki, mən səni belə mi öyrətdim? Ancaq maraqlı nədir? Bir evdə 5 uşaq eyni tərbiyəni görür, ancaq müxtəlif hərəsi bir cür. İçində ləyaqətlisi də var, ziyalısı da var, ya böyük alimi də var, dələdüzü də var. Ancaq eyni tərbiyəni görüblər. Burada maraqlıdır. Tərbiyə deyilən şey ümumiyyətlə nədir? Uşağı tərbiyə eləmək, onu özünə tanıtmaqdırmı? Yoxsa uşağa həyatı öyrətmək, hər şeyi öyrətmək, istiqamət vermək. Əgər hər şeyi öyrətmək mümkün olsa elə uşaqların hamısını öyrədərdik də. Niyə hərəsi bir cür olur? Abdullah mən, öyrətmək deyəndə hamımız valideyn olaraq uşağa hər şey öyrətmək istəyirik. Amma əsas sual budur. Biz öyrətdiyimiz bu uşağa lazımdır yoxsa yox? Bəlkə də onu doldurur onun beynini. Bəlkə lazım deyil, belə zamanında öyrənəcək onu. İndiki uşaqlarımız bizim, o türklərin bir dənə bir sözü var, küçülmüş də böyümüş. 10 yaşında uşaq, 20 yaşında uşaq kimi danışır. İntellektual baxımından bizim uşaqlar çox-çox qabağa gəlirlər. Bunu özümüz də edirik. Bilərəkdən eləmirik, bilməyərəkdən. Qonşunun uşağına baxırıq. Öz keçmişdə boğulub, sıxışdırılmış arzularımızı uşaqlarımızın üzərində həyata keçiririk. Uşaq lazım olmadı, şahmata gedir, musiqiyə gedir, idmana gedir, 4 fənən hazırlığa gedir. Evə gəlir, boş vaxt tapıb kitabı oxutduruq əlavə. Niyə? Nə istəyirik uşaqdan biz? Nə olmağını istəyirik? O sualın cavabı yoxdur. Ki, başqaları da belə eləyir. Və o yaxşı, uşağımızı oxuturuq, inkişaf elətdiririk, laf yaxşı. Uşağımızın biz tərbiyəsi, yəni mənəvi inkişafı, etik qaydaları, ünsiyyət qaydaları, bunlar olurmu onun içində? Və ona vaxt ayıra bilmirik. Bizim uşaq cəmiyyətə özünü ifadə eləyərkən tanınacaq. Yəni bir uşaq öz potensialını özünü ifadə eləyəndə göstərir. Biz uşağa özünü ifadə bacarıqlarını öyrədirikmi? Öyrətmirik. Biz uşağın ancaq intellektual sferasını alqışlayırıq. Əmisi, dayısı, atası, xalası, bax gör nə gözəl bilir bunları. Bax 5 alır. Bax gözəl xətti var. Bu öyrədilənlər bunun 15-20 il sonra nə dərəcədə mənim uşağımın əlindən tutacaq? Sual budur. İkinci bir məsələ. İntellektual sferanı yüklədik. Əla. Mən boynuma da alıram ki, uşaqlar bizdən çox qabaqdırlar. Və uşağın emosional sferası. Yəni, psixoloji vəziyyəti hansı vəziyyətdədir? Bizim uşaqlar intellektual baxımdan çox qabaqdır, amma psixoloji, emosional baxımdan çox zəifdirlər. Və çox valideynləri, mən bunu psixoloq olaraq deyirəm. Bəzən belə qəribə baxırlar ki, necə psixoloq deyir ki, uşağa bəzən yox demək lazımdır. Bəli, qışqırmaq da lazımdır üstünə. Uşaq yoxu bilməlidir. Çünki həyat uşağa çox sərt formada yox deyəcək. O həyat yoxdur, yəni mənim uşağım yerdən qalxa bilməyəcək. Və həmişə də uşağımın yanında valideyni olmayacaq. Bu uşaq sərtliyi görməlidir, yoxu bilməlidir, maniyəni görməlidir. Bu görməlidir bunları. Görə-görə yetişməlidir, psixoloji üniteti yaranmalıdır. Biz əl üstündə üfrə-üfrə uşağı yetişdiririk. Heç kim aman da söz deməyin, travmalar. Bir son 5 ilin söhbətləri də bunlar. Təbabət hər hansı bir güclü virusun qabağını almaq üçün əvvəlcə peyvənd elətdirir. Bədənə başqa bir virus yeridir ki, o virus gələndə bədənin müqavimət gücü artsın. Artsın ki, bunu rahat keçirə bilsin. Bunu psixologiyanı düşünən yoxdur bunu. Psixoloji ünsiyyət harada qaldı? Axı, bizim uşaqlar nə vaxt rastlaşacaq? Həyat bəzi mövqelərdə güzəştiriləmir. Mənim uşağım nə vaxt ayaq üstə qalacaq? Mənim uşağımın yox da deyilməlidir, tənbih də olunmalıdır, zəruri qaydada
lazım səviyyədə cəzalar olmalıdır. Yanında, bir də deyirəm, mən bunları ona görə deyirəm ki, bəzən deyirlər ki, yox, uşaq ancaq belə deyəndə uşaq bizdən küsə bilər, uşaq travmalar, mən başa düşürəm. Uşaq travmanı bizsiz də yaşayacaq. Açıq deyirəm, heç kəs dünyanı tutub getmir. Valideynlə bağlı olan uşaq, valideynin təkidi ilə, onun gözləntisi ilə, onun hərəkətlərini, onun düşüncəsini böyüyən bir uşaq səhər valideyn həyatdan köçəndə özü də həyatda olmur. Biz uşağımızı bizdən sonra üçün yetişdiririk. Bizə əyan olsun deyə yetişdiririk. Bizim ağlımız, sözümüz söz kəsməyəndə o bizim yerimizi artırmasın deyə yetişdiririk. Bu baxımdan uşağa sevgi yanında mütləq formada sevgi yanında hörmət və disiplin. Bunlar paralel olmalıdır. Heç bir uşaq özü öz başına sevginin içində böyüyənməz. Çünki uşağın nə vaxtı sevilməyən vaxtları olacaq. Sevginin daşa dəyən vaxtları da olacaq. Ondan qabağını ala bilmərik. Dost necə olur, paylaşılmağı öyrətdiyimiz kimi paylaşmamağı da öyrətməliyik. Bugün bir çoxumuz əziyyət çəkirik. Əlində ovucunda verirsən, sonra qarşı tərəfdən gözlənti olaraq heç ala bilmirsən. Və düşürsən depressiyaya. Sən deməli, yox deməyə öyrənməlisən müəyyən rəqamlarda. Biz uşaqlarımıza yox deyə onlarda yox deməyə öyrətməliyik. Çünki uşaqlarımız, insanlarımız qurban psixologiyasına hazır olmalıdır. Sənə yaxşı olsun deyə bunu eləyirəm, ona yaxşı olsun deyə bunu eləyirəm. Bəs özüm mənə yaxşı olsun deyə, mən başqasını qoyuram, özümə neynəmişəm. Bu baxımdan uşaqlarımız, böyüklərimiz, hamımız müəyyən bir sərhəd çərçivəmiz olmalıdır. Çünki bu özünü hörmətdən doğur. Yox, olmaz. Övladım, olmaz. Yəni cibimdə pul var, alım, pulum olmayana yox deyim, yox. Bunu eləməyin. Amma məqsəd budur ki, cibimizdə pulumuz da olanda, mağazinə girəndə uşağa nələr olar, olmazı artıq aşılamaq lazımdır. Uşaq artıq bilməlidir ki, bu olar, bu olmaz. Atamın pulu var deyə olmaz. Hər uşağın əlinə pul keçər, başqa şeylər eləyər. Və biz yetişəndə, mən deyirəm, 30 yaşımdan sonra müəyyən şeylərə dərinə girirəm. 30 yaşıma qədər mənim böyümə tərzim var. Mənim bir keçmişim var və mən keçmişimin üstündəyəm. Və mən orada gələn düşüncə qəliblərimi də artıram. Və o həm də onlar məni də artır. Hər dəfə mənə suallar verir. Suallar, bəlkə suallarını verir. Şübhə həmişə var. Bəlkə düzələmirsən. Bəlkə diyanasan, bəlkə başqa format gedir. Bu həmişə olur. Həmimizin içində ikili mübarizə var. Və çox geniş yayılmış bir düşüncə də var. Deyirlər ki, bizim yanımızda atamız heç səsini qaldırmıyor. Yaxud valideynlərimiz bizim yanımızda mübahisə eləməyiblər. Və bu üstünlük kimi təbliğ olunur. Belə olanda uşaq həyatın nədən ibarət olduğunu, ailə həyatının çətinliklərini, problemlərini öyrənə bilərmi? Həyata hazır ola bilərmi belə uşaqlar? Görürsən ki, bəzən olur, evdə həddindən artıq sakit mühitdə böyümüş uşaq, haradasa işə girəndə, müdür səsini qaldıran kimi titrəmə tutur onu. Az qalır yıxılsın. Çünki hazır deyil belə şeylərə. Belə həyatın bu üzünü görməyib. Evdə hətta narazılıq olanda da valideynlər bunu uşaqdan gizlin saxlamağa çalışıblar. Həyatı da bilməyib. Belə bilib ki, ailə həddindən artıq rahat bir şeydir. Ailədə elə yalnız sevgi olur. Burada nə səs qaldırmaq var, nə bir-birindən incimək var, yaxud bir-birindən ciddi şəkildə narazı olmaq var. Bu cür davranmaq düzgündür. Yoxsa əksinə, uşaqlar həyatın nə olduğunu müəyyən qədər bilməlidirlər. Burada, Abdullah müəllim, uşaq onsuz da öyrənəcək o məsələləri. Sadəcə hansı yaşında götürəcək mövzusu var. Yəni, uşaq onsuz həyatı öyrənir. Sadəcə ona lazımı informasiya hansı yaşında ötürülür məsələsi var. 6 yaşa qədər uşağın şəxsiyyətin bu növrəsi qurulur. 10 yaşında 90-95% tamamlanır. Yəni, bu yaş dövründə əlbəttə müəyyən hadisələr uşaqdan uzaq olsa daha yaxşıdır. Amma qaydalar budur ki, uşaq da atanın səsini eşitir, eşitməlidir də. Çünki bu uşaq sizin sözünüzə qüvvət, müdürün səsini eşidəcək. Gələcəkdə ailə həyatı quranda ailədəki şəxsiyyətlərin səsini eşidəcək və narahat olacaq. Yəni,
emosiyanı yaşamalıdır hər bir halda. Sadəcə necə yaşamalıdır, necə özünü ifadə eləməlidir, hirslənən vaxtda hansı sözlərdən istifadə oluna bilər, hansı ədalardan, hansı verbal və qeyri-verbal cümlələri istifadə edə bilər. Bunları uşaq bilməlidir. Uşaq bunları bilirsə, öyrənərsə, artıq bir təcrübəsi olar. Və çox yaxşı olar ki, uşağın yanında deyiləsi sözlər, uşağın yanında və bir deyilməyəsi sözlər. Axı, uşaq evdə təhqir eşidirsə, davamlı olaraq, uşaq evdə çobudluq görürsə, onun şəxsiyyəti degradasiya olur. Sonra biz bu uşağı toparlamaq istəsək də belə, bunun müəyyən bir yaş dövrünə görə davranış stereotipləri hazırlanır. Hazırlanmış davranış stereotipləri sonra dəyişmək çətin olur. Sonra mədəniyyət adında, etik qaydalar adında nə qədər də aşılasaq da, yenə də o həmin məqamlarda, situasiyalarda o uşaq gördüyünü nümayiş etdirəcək. Bu baxımdan əlbəttə filtr olmalıdır. Sözsüz mən bir dedim, yaş mərhələsinə görə uşağın bilməli və bilməməli məsələlər var. Amma biz uşağa birinci növbədə uşağın özünə yox demək öyrənməliyik. Sərt formada. Sonra uşağın başqalarına yox demək öyrətməliyik. Paylaşmaq gözəl hissdir. Yardım gözəl hissdir. Hər şeyin qədəri var. Əgər mən əlimdə 2 dənə bundan varsa, ikisini də deyirəm paylaşılmalıdır. Bu uşaq bu formada öyrənəcək, amma gözləntisi də olacaq. Amma hamı paylaşırmı? Axı, sahir uşaq bunun əzabını çəkəcək. Biz əlimizdə üfləyə-üfləyə uşaq yetişdiririk. Hər şeydən qoruyuruq, dörd dörtlük və buraxırıq cəmiyyətə. Cəmiyyətdə Tam hazırlıqsız. Bəli, cəmiyyətdə kimin əlinə düşəcək? Sualdır. Və ondan sonra uşağı toparlamaq olar mı sual var. Ona görə bizim uşaqlar da cəmiyyətə hazır olmalıdır. Uşaq evimizdən ibarət deyil. Uşağın yetişməsində 3 amil vardır. Biz danışmışdıq. Təlim, tərbiyə, mühit, irsiyyət. Bu üçü paralel gedəcək. Yəni, biri üstünlük təşkil edə bilər. Amma üçü də müdaxilə edəcək məsələyə. Yəni, uşağı mühitdən kənara saxlama olmaz. Uşağın irsiyyəti var. Məqam düşən kimi həm də irsiyyət onda bariz görsənəcək. Uşağın ilkin etapda aldığı təlim, tərbiyə, cəmiyyətin etiket qaydaları var. Bu üçü bir yerdə uşağı yetişdirəcək. Və müəyyən mərhələdən sonra onda davranış dəyişiklikləri yaratmaq, nəyəsə izah eləmək çətinləşəcək. Eşitməm, bu cəmiyyətimizdə çox müzakirə olunan məsələlərdən biri də bu evlənmək, boşanmaq, boşanmaların sayının artması və əvvəlki dövrlərlə müqayisədə ciddi fərqlərin ortaya çıxmasıdır. Əvvəllər bu qədər boşanma yoxdur. Və bu boşanmaların bu qədər az olmasının kökündə qadın hüquqsuzluğu dayanırdı. Qadın çarəsiz idi. Hər şeyə dözmək məcburiyyətində idi. Özünü təmin eləmək imkanı yox. Fikirləşir ki, əgər mən ayrılsam, mən nə cür yaşayaram? Ətraf qəbul eləmir boşanmalara. Bugünə qədər də ətrafın münasibəti o qədər də yaxşı deyil. Yəni, fikirləşirlər ki, sən ömrünün sonuna kimi bədbəxt olmalısan, həyatından narazı olmalısan, ancaq ayrılmamalısan. Ayrıldınsa bu sənin nöqsanındır. İndi nə cür eləmək? Birincisi, bu bizi narahat eləməlidirmi ki, niyə boşanmalar bu qədər artıb? Bəlkə elə bu boşanmaların artmağı təbii bir şeydir. Çünki fərqli insanlardır. Adətən Azərbaycan mühitində böyük əksəriyyət tanımadan evlənir. Yəni, bir dəfə, 2 dəfə görüşməklə insanı tanımaq qeyri-mümkündür. Bəzən adamlar 20 il yaşayırlar bir yerdə. 20 ildən sonra bir-birini tanıyırlar ki, bu adamda nələr var imiş. İndi insanların bir-birini tanımadan ailə qurması sonda təbiidir ki, ona gətirib çıxardır. Üstəlik, insanlar arasında fərqlilik çox böyükdür. 2 fərqli insanı deyirsən ki, bir yerdə yaşa. İlk dövrlər ola bilsin ki, bu o qədər də çətin deyil. Hələ bir-birini o qədər də tanımırlar, hələ o sevgi, o heyranlıq müəyyən qədər qalıbdır. Ancaq sonradan fərqliliklər çıxır üzə. Üstəlik, burada bir çox böyük problem də var. 20 yaşında ailə quran 2 nəfər, 30 yaşında fərqli inkişaf səviyyəsi keçirlər. Biri 10 ildə çox qabağa gedir, öz üzərində işləyir,
O birisi elə 20 yaşında nə cür var idisə elə də qalır. Üstəlik çəki artır. Özünün deyək ki, o görkəminlə çox qədər də maraqlanmır. Çünki bəzi adamlar elə isə bilirlər ki, ümumiyyətlə insanın əsas hədəfi ailə qurmaqdır. Ailə qurandan sonra heç xarici görkəmlə maraqlanmağa da ehtiyac yoxdur. İndi bu şəkildə insanlar arasında uçurum yaranırsa, onlar bir yerdə qalmaq məcburiyyətindədirlərmi? Üstəlik, bir məsələ də var, onu da deyim. Bax, bizim ədəbiyyat, bizim şairlər əsasən nədən yazırlar? Başımız necə qarışıbsa, bu ədəbiyyat tərəfinə toxunmamışıq. Hələ gəlib çıxmamışıq. Ən çox nədən yazırlar? Sən dünən məni sevirdin, bugün niyə sevmirsən? Yəni, elə bir öhdəlik yoxdur ki. İnsanlar tamamilə mümkündür ki, kiməsə bugün heyran olsunlar. Siz deyək ki, məni bugün çox böyük adam sayasınız, çox böyük sevgi ilə yanaşasınız. Sabah elə hərəkət eləyərəm ki, gözünüzdən düşərəm. İnsanlar gözdən düşə bilirlər. Heç kimin ömrünün axırına qədər sən nə cür olsan da, nə cür davransan da, mən səni sevmək məcburiyyətindəyəm ki, belə bir öhdəliyi yoxdur. Ona görə bu da təbii şeydir. Şairlər, mənə elə gəlir ki, cəmiyyəti də bu məsələdə çaşdırırlar. Dünən kimisə sevərsən, bugün gözündən düşər. Yaxud əksinə, bugün qəbul eləmədiyin adam, sabah sənin üçün dünyada ən əziz adam olar. Burada bu qədər problemlər var. Ən əsası yenə də o məsələyə qayıtmaq istəyirəm. 20 yaşında evlənir iki eyni səviyyəli adam, 30 yaşında uçurum var arada. Biri heç nə oxumayıb, heç nə öyrənməyib, xarici görkəmindən maraqlanmayıb. Bu kişi də ola bilər, qadın da. Eynəm. O birisi də daim öz üzərində işləyib. İndi bu adamların 20 yaşında söhbətləri tutuldusa, 30 yaşında tutmur. Nə etmək lazımdır onda? Bu mövzu mənim üçün çox həssas bir mövzudur. Və yerində oldu bu məsələlər səsləndirilir. Deməli, Abdullah müəllim, mövzunun səbəbi olmalıdır birincisi ki, boşanma sayıları niyə çoxdur? Əvvəllər qadın hüquqları məhdud olduğu üçün deyirik ki, məcburiyyət qarşısında maddi asılılığı var deyə boşanmaların sayı azdır. Amma indi hüquq və bərabərliklər eyniləşib və artıq boşanma sayı da normadan artıqdır. Norma odur ki, tutalım da 10 nəfərdən ikisi bu günləri boşanma sayına görə biz öndə gedən ölkələrdən biriyik. Hal-hazırda vəziyyət. Ola bilər statistika gizlədir, amma faktiki vəziyyət budur. İddia səviyyəsi. Birinci növbədə inkişaf var, düşüncə müstəvidə və sosial imkanlar baxımından. Biz iki qardaşıq. Mənim yoldaşım, siz istirahət edirsiniz tez-tez. Mənim yoldaşım sizin yoldaşınızı görür, bir kök götürür bir dəfə. Kiçik narazılıqdır. Biraz da keçir. İş yoldaşı deyir, yayda falan yerə gedəcək. Getmirsiniz ki. Məcbur bir yalan danışır ki, işimiz var. Rahat deyəmir ki, məsələn, rahat deyə bilmirlər. Deyə bilərlər ki, bu işlərimiz yaxşı gətirmir, bizim biraz borcumuz var, bu gedəməyəcək. Əksinə, həkim getməli, həkim daha həkimə gedəcək. Bu bir yalan danışdı. Mən, dostlarım deyir ki, gəl yığışalım, ailəvi gedəyim bir yerə, bir həftə qalağım. Mən deyirəm ki, mən xanıma söz vermişəm. Bəs ondan başqa bir yerə gedəcəm, bu dəfə gedəmirəm. İçində bir yenə narazılığı var, yalan danışıram, özümü ifadə edə bilmirəm. Bu narazı toxumlar, çöldə bacada yığdığım toxumlar gəlir evin içinə. Evin içində deyilir ki, bundan ehtiyac var. Bundan tutalım 2 dənə lazımdır. Mən də deyirəm ki, bundan indi bir dənə alıram. Və çöldə, içimizdə yığdığımız narazı hallar, televizorda, seriallarda və ətrafla gördüyümüz komfort şərait evin içində diskomfort olanda artıq biz dilə gəlməyə başlayırıq. Ünsiyyət pozulur və bu zamanla, bu ünsiyyətin pozulması zamanla get-gedə yoxa çıxır. Yoxa çıxan ünsiyyətdə qarşılıqlı əlaqə və hörmət hissi
Demək olar ki, olmur. Və bu zaman rels kimi, əgər relsin dəmirləri biraz əyilirsə, bu indi yaxındırsa, 3 il sonra uzaqlaşa gedir. Hərəmizin bir dünyası olur. Və bu dünyanı bir araya yığmaq çətin məsələdir. Hər kəs ailə həyatı quranda fərqli insanlar olur. Yəni, fərqli insanlar ortaq cəhətlər tapmaq üçün bir araya gəlir. Bizim dəyərlərimizdə artıq bizim ortaq cəhətlərimiz yoxdur. Bizim qərarlarımız var, bizim mövqeyimiz var. Mən də bunu istəyirəm, həyata bir dəfə gələm, mən də bunu eləməliyəm, qarşı da mən də bunu istəyirəm, mən də həyata bir dəfə gələm. Amma biz niyə bir yerdəyik və birlikdə nəsə eləyə bilərik mi anlayışı yoxdur. Çünki biz hər zaman özümüzü başqalarına müqayisə eləmişik. Ən yaxşı stəkanımızı qonaq yanında istifadə eləmişik. Ən yaxşı geyimimizi yaxşı yerə gedəndə istifadə eləmişik. Çünki başqaları üçün yaşayırıq. Başqaları üçün yaşadığımıza görə başqaları bizi şuur altı, həyatımıza müdaxilə edir. Evimizə adam gəlir, ən yaxşılı ortaya qoyulmalıdır. Yoxumuzdur ki, tapmalıyıq, biabırçılıqdır. Gəlib gözlərə bizdə bu yoxdur. Borc, xərc tapıldı, qoyuldu ortaya, çıxdılar, getdilər. Onun problemi sonra yaşayırıq. İstirahət eləməli, laflarım istirahət elədik, yox demədik. Getdik, istirahət elədik, bir həftə qaldıq ardasa, çıxamadı da məcburdik. O istirahətin xərcini növbəti 6 ay ərzində didişə veririk. Amma rahat format deyə bilmirik ki, bu alınmır məndə. İndi onun vəziyyəti pisdir və indi bunun vəziyyəti pisdir. Biz elə evdə oturacaq, semtikamızı alacaq, əravad kinoya baxacaq. Bizim üçün istirahət budur. Onu deyə bilmirik. Çünki egomuz imkan vermir. Bizim ego imkan versə onu deyə bilərik, deyə bilmirik. Və bu baxımdan biz ayaqlaşmağa başlayırıq. Nə qədər ayaqlaşa bilərik? Nə qədər eləyə bilərik onu? Və axır əvvəl mübahisə evin içində çıxır. Bu mübahisə və əlbəttə mübahisə o vaxt yaranır ki, bizim daxili düşüncələrimiz, mənəvi inkişafımız bir-birinə zid gedir. Bunun üçün də bizim ruhumuz bir-birinə oxşar olmalıdır. Ruhumuz bir-birinə oxşar gələndə biz bir kinodan zövq ala bilərik. Biz ikimiz düşüb parkda gəzmədən zövq ala bilərik. Bunu eləyə bilmirik. Nə var parkda? Nə var kinoda? Və bu nə varlar insanı soyuqlaşdırır. Və boşanma halda baxır padruqasına, baxır iş yoldaşına, baxır dostuna, hər iki tərəfi deyirəm, kişi və qadın. Və bu baxıntı və bu ürəyinə salmaların hamısı yığılır, gəlir bir partiya haldasan. Bu partiyanda özü mən sizə deyim, çox nadir adamlar boşanandan sonra özünü toparlayır, çünki güc tapır özündə. Və sistemli formada həyatına davam edir. Hamı o qədər güclü deyil. Doğrudan da hamı o qədər güclü deyil. Və xəyallar həyatla üz-üzə gələndə artıq acı gerçəkliyi ortaya çıxır. Bu zamanda insan geri qayıda bilmir. Və harada qırıldım söhbəti gələndə, hələ bir stəkan çayda qırıldım. Evə gələndə bir stəkan çayın üstünü qoymadım qabağına. Oturub söhbət eləmədik. Soruşmadım. Və yaxud da o məndən soruşmadı. Hər şey buradan başlayır. Ünsiyyət qəlbin açardı. Ünsiyyət sevgi ilə açardı. Quru-quru sevgi olmur. Ünsiyyəti yarada bilməyəniz üçün. Ümumiyyətlə, empatiya hissi hər yerdə keçərlidir. Empatiya yoxdursa dostlar arasında, ailədə, ana-ata arasında, yəni ailədə qaynata və qaynana arasında empatiyası yarada bilməmişiksə, məcburiyyətindən eləyiriksə biz bir şeyi, o məcburiyyət bir yerdə qırılacaq. Amma sevgi, bəzən deyirlər, evlilik sevgini azaldır, evlilik sevgini azaltmır. Sadəcə formasını dəyişir. Emosiyalar azalır, keçir uşağa olan sevgi, evin düzəlməsinə olan sevgi, qohumlara olan sevgi, iş yerində olan sevgi, xəyallarına qurduğu sevgi, mən xəyalımda bu evi bu cür qurmalıyam. Arzulara olan sevgi, insan arzularına xəyanət etməməlidir. İnsan niyyətinə xəyanət etməməlidir. Yəni, hara gəlmişəm və hara getməliyəm, onu görməli demişəm. Ölümlü dünyada elə xırda şeylər detallanmışıq ki, elə şeylərə fokuslanmışıq ki, itirəndən sonra gec olur. Bu mənada insan o kitab məsələsini niyə gəlirəm? Eyni müstəvidə düşünə biləndə, əgər ağrıyan bir adama söz demədən ağrıdığını hiss edirsənsə, deməli sən insansan. O dilə gəlməli deyil. Narahat olduğunu dilə gəlmədən anlayırsansa, deməli ruhən eyni bədəndəsiz. Yoxsa ki, o dilə gəlirsə ki, mənim ayağım ağrır, mənim başım ağrır, mənə filan şey lazımdır. Deməli, ayrı-ayrı dünyada bu adam səni müraciət edir.
bu günləri məsələnin ünsiyyətin qırılma nöqtələrindən biri. Qarşı tərəfin emosional ehtiyacını və emosional durumunu nəzərə almadan öz istəyimi təkidlə deyirəm. Bu adam gəlib yorğundur, acdır və yaxud da ki, adam bütün gün ev işlərlə məşğuldur. Bütün günü gəlmişəm ki, onu və gəlmişəm burada deyirəm ki, mənə də filan yemək pişir. Belə olmur axı. Elə ola da bilməz. Yəni bu Yox, əslində olur. İnsanların böyük əksəriyyəti xarakterin xüsusiyyəti budur. Eynən. Yalnız öz istəyindən çıxış edir. İstəyir ki, hər şey o istəyən kimi olsun. Onu dəyişdirmək də çox çətindir. əlbəttə. Və indi burada başqa şey də çıxır. İnsanlar dərk edirlər ki, tam fərqli yad adamlardır. Uşaqlar, qurulmuş yuva, həyat tərzini kəskin dəyişmək qorxusu. Çünki sən buna adət eləyibsən. Gedirsən işə, gəlirsən evə, evdə sənin üçün hətta maraqsız olsa da, hər halda özün üçün bir rahat şəraiti yaradırsan, oturursan, deyək ki, divanda əyləşirsən, baxırsan, tələb edirsən ki, sənin üçün nəsə pişirsinlər, tutaq ki. Uşaqlarla vaxt keçirdirsən. Bu mühiti dağıtmaq da çox çətindir. Bəzən gözü o qədər tutur ki, hiss, o qədər, bəzən boşanmaların səbəb olardan biri o nədir? Qarşı tərəfi cəza vermək. Qoy qalsın, ağlı gəlsin başına. Amma bu cəza, biz görmüşük, cəza nədir? Cəza müddətli olur, verirsən, sonra götürürsən üstündən, adam ağıllansın deyə. Amma burada, bəli, burada axı onu geri qaytarmaq şansı yoxdur. Çünki qırıldınsa qırıldın. Sənin deyilsə, sənin deyil artıq. Ondan sonra nə edəcəyim, mən nə edəcəyim, nə edəcəyim, ondan sonra proqram, plan tamam pozulur. Bir də deyirəm, çox nadir adamlar olur. Burada birinci məsələ vaxtında, yəni bu gün baxdığımız seriallar, görüntülər, yəni hamının həyatında çətinlik varsa, biz görüntünü görürük, sözün yaxşı mənasında. Bunlar bizi formalaşdırmaq istəyir. Bunlar bizim egomuzu və bizim yaşama səviyyəmizi qaldırmaq istəyir, süni formada. Və bu istəyi mən reallıqla uzlaşdırmıramsa, bu istəyi özündə inkişaf elətdirmək üçün mənim planım, proqramım yoxdursa və mən birgəlik halında addım ata bilmirəmsə, bunun axırı fiyaskodur. Mənim uşağıma da az yaşdan mən o iddiaları verirəm. Yaxşı olacaq, sən oxu, səni oraya göndərəcəm, səni buraya göndərəcəm. Uşaq artıq onu öyrəşir, mən bunu eləyim, mənə nə salacaqlar, mən bunu eləyim, istifadə edəcəm. Nə qədər, axı bu uşaq gələcəkdə böyüyəcək, kiminsə yanına düşəndə, axı onun da ömrünü zəhər eləyəcək. Çünki istəkləri artacaq, evdə bunu görür. Hər addımda nəsə istəyir. Sonra deyirik ki, yola getmədilər.